Bəzi dil günahları var. Deyir 40 dənə böyük günah eləməyincə abrun getməz. Amma bir dənə qeybət deyir 40 böyük günah qədər abra aparır. Cəmaatın qeybətini eləyən adamlara baxın, abrı həyası gedir cəmaatın için. Elə bilir kiməsə ziyan vurur, özünə ziyan vurur. Özünə zərbə vurur. Yalan dilə gəldisə Peyğəmbər buyurur ki, yalanın mənfiliyi bir üstünədir. Adamın öz yanında öz şəxsiyyətini alçaldır yalan. Bayağı gündən ki, adam özü öz içində özündən utanmadı. Rəhmət Peyğəmbəri deyir ki, əgər özündən utanmadın, get nə istəyirsən elə. Mən buraxdım sənin başını. Məsələn, mən sənə əlac eləyə bilmərəm. Yalan danışmağa ki, başladı insan, özü öz yanında dəyərdən düşür. Bayağı gündən adam özü özünün yanında hörmətsiz olan. Var hamısı mənfi xüsusiyyətlər. Eyibləri bir-bir dilvə gətirib danışırsansa, məsələn, hansısa eyib səni danışdırır, sonra yavaş